Deməli Tunar, 2026-nın ilk sınavına girdin. Təəssüratlarını bölüş görə bizimlə. Necə? İmtahan səncə necə idi? İmtahanı biraz çətin idi. Çətinliyi də o da nə idi ki? Çətinlik dərəcəsi harda gördün? Məsələn, riyaziyyatda çətinlik gördün sən? Mən matdan başladım. Matı rahat işlədim. Sonra G-yə başladım. G-də problem o idi ki, suallar asan olsa da ədədləri irrasional ədədlər vermişdilər deyə biraz vaxt aparıcı olmuşdu. AQ-də isə elə suallar qoymuşlar ki, 100 dəqiqəyə ümumiyyətlə mümkün deyil çatdırmaq deyə 2024-ün mayı kimi çətin ola bilər. Mənim fikrimcə. O səviyyədə düşünürsən, tamam, oxeydir. Səncə riyaziyyatda çətin sual tipi hansı idi? Məsələn, baxıram polinomlara çox. Polinom rahat idi. Bircə orada çaşdırıcı o fonksiyonlu küme sualı. O çoxunu çaşdırıb 6 ilə 9 arasında qalmışdılar. Hə, amma normalda orada fonksiyonun tanımı verilmişdi və fonksiyondan istifadə edib o küməni tapmaq lazım idi və izahını da vermişəm əvvəlki videoda, düzdür? Bəli. Tamam əzim. İndi isə ekranda gördüyümüz nədir? Faktorial mövzusudur. Mən həmişə demişdim nədir? Ya 1 ya da 2-lərin faktorialın sadələşməsi düşür və o faktorialdan öyrəndiyimiz bölmə üsulları düşmür, ancaq sadələşmə düşür. Və olduğu kimi də çıxdı. Bir dənə sadələşmə sualdır. Və burada nə edə bilərik? Biz ortaq paydaya getiririk 9 faktorialı. Görək bunu yaza bilirik. Aha. Üzərinə bir dənə baxaq. Tamamına doğru. Məsələn, nə edə bilərim? Məsələn, vuruf da aça bilərəm. Məsələn, mən nə edərəm? Bunu birbaşa vuraram içəri. Bununla bu avtomatik sadələşəcək, düzdürmü? 7 vurulsun. 7 belə 5 faktorial olacaq, düzdürmü? Bu ilə bu sadələşəcək. Bu da 9 faktorial bölünsün, 7 faktorial olacaq. Onları da sadələşdirir, 6 vurulsun. Bu 7 vuraq 6, çünki 5 faktorial gedir. Gəl, ümumi olaraq bütün uşaqlar üçün həll yazdığımıza görə bunu tam sadə versiyada yazaq. Əslində, bayaqşında bir vuruf gərək yazardım ki, yəni bəzi uşaqlar görürsən ki, birbaşa keçidləri başa düşmürlər, o da normaldır. Yəni, hər kəs riyaziyyatçı olacaq deyə bir anlayış yoxdur. Deməli, burada biz sadələşmə prosesi yaparıq və sadələşmə prosesində biz görürük ki, 7 faktorial avtomatik, 5 faktorial gedir, bura 42-dir, bura 72. Eyni sualdır, yoxsa uşaqların yanında qalan suallardır. Ona görə biz birbaşa olaraq tam əmin deyilik. Yox, bu sual tam eyni düzdür. Eyni düzdür və cavabda 114 var idi. Hə, var idi. Hə. Görürsən, çox da sadə suallardır. Mən belə deyim də, yəni matla bağlı fikirlərim doğru çıxdı. Yəni AQ-da belə oldu. Zaten demişdim ki, AQ-nu hər kəs belə deyim də, yəni konkret olaraq tuta bilmir. Ümumiyyətlə orada da şəkillər çox böyük verdiyinə görə müəyyən bir arızalığı tutmaq çətin olur. Belə, mən düşünürəm ki, yəni riyaziyyat normaldir, düzdürmü? Hələlik növbəti sualda görüşmək ümidi ilə bugünkü sualımızı Tunar dostumuzdan izah eləməyə çalışdıq. İnşallah növbəti suallarda görüşərik.